Tamam, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri fərqli bir çəkilişdəyik. Deməli, Lüxom səhifəsi və Narın Əmlak bu günləri inşallah elə bir təqdimat edəcək ki, çox danışıb yormaq istəmirəm. Narın Əmlakla davam eləsin, ardın gətirelim. Bugün, xoş gördük hamınız bir daha. Bugün deməli, sizə elə bir qiymətdə, start qiymət 650 min manata nə daxildir onu göstərəcək. 650 min manat yerləşmə ərazisində təkcə torpağın qiymətidir. Və siz burada 18 sot torpağı hesablayanda elə 550-560 civarında olur. Yerdə qalan 100 minə 3 ev hədiyyə edirik və biri 4 mərtəbə, biri 2 mərtəbə, biri 1 mərtəbə ev. 3 ev, 18 sot torpaq və bağlı bağçası, basenası da nə boyda. Bir dənə ev təqdim edəcəyik. Amma videomuz çox uzun olacaq. Səbirlə axıra qədər qulaq asın, çünki bunun tayı bərabəri yoxdur. İndi isə keçək. Yəni elə bir fürsət olmayacaq, elə fürsət ələ düşmür. Gördüyünüz kimi bizim bura çay yerimiz. Bütün gördüyünüz əşyalarda hamısı içinə daxildir. Yəni bütün əşyalar. Evin sahibi bir dənə pencəyini götürür, çıxır. Ağac var. Nə qədər istəsən, meyvə ağacları, evin içində hovuzu, çölündə hovuzu evi təqdim edəcəm. Tərəfimə ehtiyac yoxdur, yormaq da istəmirəm. Baxa bilərsiniz. Bura gördüyünüz yer oturub söhbətgah kimi istifadə edə biləcəyiniz biz restoran kimi də, evin içində bir açıq restoran kimi deyək, bufe kimi istifadə edirsiniz. Və giriş hissədə burada bir dənə bizi cığır, dar yol aparır ki, bu da bizim basen olan hissəmizdir. Görürsünüz, basen uzunluğun bu hissəsi uşaq üçün nəzərdə tutulub, digər tərəfi isə böyük üçün nəzərdə tutulub və basen havuzunda böyük üçün nəzərdə tutulan hissəsi tamına 190 santimetr, yəni 1 metr 90 sant hündürlüyü var basenimizin və burada da gördüyünüz kimi parnoyu, bir də həyət yanı sanuzeli mövcuddur. Hələ həyatımız bundan bitmir. Saydıqlarımız hələ qarşıdadır. Əşrəf, deyirəm, elə təqdimat etsin, amma özü yaşasın burada. Təbii ki. Keçək bağlı bağçalı hissələrimizə. Buradan bağa daxil oluruq. Buradan bağa daxil oluruq. Gördüyünüz kimi istənilən meyvə ağacları, dekorativ ağaclar, hər bir şey var. Gördüyünüz kimi yaşıllığa gəldik. Evdə həm 4 fəslinin 4-ünə də yaşamaq üçün ideal bir seçim, həm yay üçün əsil, bağ, abı havası olan bir yer. Mən sizə bir dənə şalalənin qabağına da aparım. Oranı da göstərək. Gördüyünüz kimi cəmaət şəlalə üçün rayonlara axın verir, rayonlara gedirlər. Yəni açığı, mən özüm də şəlalə görmək üçün, gözəl bu ab-havanı görmək üçün rayona gedirəm. Rayona getməyə ehtiyac yoxdur. Şüvalanda elə bir gözəl yerdə bu ab-havada, bu beləncik bağı sizə biz veririk. Heç neçəyə və yaxud Narın Əmlak dediyi kimi torpaq qiymətinə 3 dənə ev. Biri 4 mərtəbə, 2 dənə də 1 mərtəbə ev veririk. Ev alanda amma ördəklər. Ördəklər də hədiyyədir. Bu evimiz həm mərkəzi hissədə yerləşir, həm də dənizə piyada məsafəsi var. Yəni bu əsas özəlliklərdən biridir. Həyatımız bundan bitmir. Həyatımızın bu biri tərəfində qeyd etdiyimiz 2 ev. Biri gördüyünüz bu evdir. Biri isə 1 mərtəbə olan bu bir evdir. Tam sənədlər qaydasındadır. Paket kupçadır və o da aclığından qalmır. Biz təqdimat edirik, o da tutdan basır orada. Keçək evin daxili hissəsini sizlə tanış olaq. Evin ön tərəfini, giriş hissəsini göstərdik. Burada veranda hissəsi var və evə daxil olanda birinci mərtəbəni mən təqdim edəcəm. İkinci mərtəbəni Vüsal və pillə-pillə davam edəcək. Evə daxil olanda burada restoran tipli, kafe tipli bir dənə mətbəximiz var. İşığı bir dənə yandır Vüsal. Mətbəximiz var ki, gözəl və geniş. Tam əşyalı satılır. Qazı, işığı, suyu, interneti hər bir şeydə var. Çək gəl bura.
Birinci mərtəbəmizdə burada bayırdakı hovuzu gördünüz həyətyan sahəsində. Bir dənə sizə daxili hovuzu göstərəcəm. Evin içində belə bir kiçik hovuzumuz var və hovuzun arxa tərəfində sanuzeli, bir də burada parnoy hissəsi olmalı idi. İndi təmirsizdir, yəni siz burada parnoyu təmir eləyib istifadə edə bilərsiniz. Bu hissədə də bizim qurutma, yəni camaşır xana otağı, həm də kamera sistemi olan boş otağımız mövcuddur. İndi isə mikrofonu təqdim edək. Vüsalar, Vüsal qalxsın, ikinci mərtəbə təqdim edəcək. Üçüncü mərtəbədə mən sizi göstərəyim. Deməli, gördüyünüz kimi birinci mərtəbə istipol döşəmədir. Biləsiniz. Qalxırıq ikinci mərtəbəni sizə təqdim edəcəm inşallah. Qalxan kimi sağ tərəfdə geniş bir yataq otağımız. Gördüyünüz kimi tam əşyalı mebellər, hər bir şey qalır. Videonun əvvəlində dediyim kimi evin sahibi pencəyini götürüb çıxır. Burada sanitar qovşağımız var. Və gəldik ikinci yataq otağımıza. Gördüyünüz kimi burada həmçinin əşyalı genişdir, maşallah olsun. Və daxil oluruq üçüncü yataq otağımıza. Hər bir yataq otağı fərqli bir mebellərlə yığılıb, fərqli bir dizayn verilib otaqlara. Və dördüncü otağımız ikinci mərtəbədə. Gördüyünüz kimi hər bir şey ideal vəziyyətdə. Orada da, yəni, jurnalını qoyub, uşaqlar üçün də yataq otağı eləyə bilərsiniz. Dərslərin falan oxumaq üçün rahat bir idealdır. Və burada gözəl bir terasımız var. Gördüyünüz kimi pəncərələr açılır. İstipoldur, yəni məlumatınız olsun, bura istipol döşəmədir. Və buradan da nə boyda zalımız var. Və qalxırıq inşallah üçüncü mərtəbəyə. Üçüncü mərtəbəndə mikrofonu verəcəm Əkrəmə. Əkrəm sizə üçüncü mərtəbəni təqdim eləsin. Mən sizi dördüncü mərtəbədə gözləyəcəm. Bura bizim üçüncü mərtəbəmizdir. Üçüncü mərtəbədə çox şey yoxdur. Amma vacib otaqlarımız var. Və otaqlarımız yataq otaqlardır. Amma çox böyük və daxilində qeyri-adi, ikisində də duş kabinası olan bir otaqlardır. Birinci, pilləkəndən qalxanda burada ümumi dəhlizdə sanuzelimizi görürük. Və gördüyünüz kimi burada sağ-sollarda iki qapı var. Hər ikisi yataq otağıdır. Yataq otağının daxilində duş kabinası, smart duş kabinası mövcuddur. Birbaşa otağın özündə. Və bu hissədə də ikinci otağımızda da eyni qaydada bir dənə belə bir uzun otağımız var ki, onun daxilində duş kabinamız mövcuddur divarın ikinci hissəsində. Hava, şuvalanın havasını hamı bilir. Və nə qədər bir mərtəbədə olsun, o havanı hiss eləyə bilmirsən təbii ki. Düzdür, dənizə yaxındır. Amma bu evin ən gözəl hissəsi bax bu balkondur. Buradan bütün hər yeri görürsən. Dəniz panorama, buradan baxanda ola bilər kameradan görməsin. Dəniz panoramamız görsənir. Sağ tərəfimiz məktəb, Mir Mövsüm Ağa ziyarətgahı, Qresin mərkəzi, quruq hissəsi və bütün göstərdiyim o iki yekə otaqdan da birbaşa balkon hissəyə çıxışımız mövcuddur. İndi isə sonuncu mansard hissəsini Vüsala təqdim edəcəm. Vüsal da təqdim eləsin. Sonda qiyməti bir daha təkrar deyəcəyik. Deməli, qalxdıq dördüncü mərtəbəmizə. Birinci mərtəbədə evə daxil olan kimi, həyətə daxil olan kimi oyun zalını gördünüz. Gələcəkdə istəsəz, tenis də qoya bilərsiniz buralara. Stol su açıb, əyləşib, çay, çörə deyə bilərsiniz. Rahatsızlıqla, yəni acizə halət dördüncü mərtəbə mən sizə deyirəm, rahatsızlıqla bir 30-40 nəfər yerləşir. Həm oyun zalı da elə bilərsiniz,
Yəni ətraf da bütöv mənzərədir. Dənizə panoramadır. Gözəl bir həqiqətən də yerdir. Burada sanitar qovşağıdır. İndi biraz təmir işləri istəyir. Çox əladır, həqiqətən də möhtəşəmdir. Superdir. Qiyməti mən sizə deməyəcəm. Özünüz bilirsiniz, heç bir videoda mən qiymət demirəm. Beləcə Narın Əmlaka, qoy Narın Əmlak özü qiyməti desin. Rəsul, gəl, zəhmət olmasa. Bax, mənzərəni gördük. Hər bir şeydə göz qabağındadır. Böyük 10 dəqiqədən artıq mütləq ki videomuz var. Qiymətimiz 650.000 manat. Start qiymətdir. Real alıcıya inşallah cüzi endirim olunacaq. Gəlib elə bir dəfə baxsaz deyərsiniz ki 650.000 yox, elə 1.200.000. 2 qatını mən bura ödəyərəm. Videoda hər şey gördünüz. Məsləhət, gəlin real baxış keçirdin. Real baxmaq pulla deyil. Bir zənginiz bəs edir ki, konum ataq, gəlin birbaşa özünüz real baxıb qiymətləndirəsiz.